sərnişinlər təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq. Hamı eləsin, kəmərini bağlasın. Azərbaycan hava yollarına məxsus Bakı-Qrozny reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. 25 декабря в 3 километрах от города Актау потерпел крушение пассажирский самолет Embraer 190. Bakü-Grozny seferini yapan yolcu uçağı Kazakistan'ın Aktau havalimanına acil inişi yaparken düştü. 67 kişinin bulunduğu uçak Kazakistan'da motor gücünü kaybetti ve yönlendirildiği havalimanına ulaşamadan çakıldı. В Казахстане упал самолет, летевший из Баку в Грозный. Азербайджанских авиалиний, следовавший из Баку в Грозный, разбился сегодня утром. Həlak olanlara Allahdan rəhmət diləyirəm. Onların ailələrinə, yaxınlarına Allahdan səbr diləyirəm. Baş sağlığı verirəm. Bu böyük faciədir. Pilotlar və ekipaj üzvləri, onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyəti, ancaq sərnişinləri sakitləşdirmək üçün, təyyarə içində xaos vəziyyətini yaratmamaq üçün görün nə qədər onlar böyük insani davranış göstərmişlər. Hər şey yaxşı olacaq.